aparılır. Mehdiyevin ətrafında daha kimlər olub? Təbii ki, bu işləri öz başına tək aparmayıb. İlerleyen dəqiqələrdə bu qeyd etdiyim və digər məsələlər üzrə söhbətimizi davam etdirəcəyik. Studiyamızın qonağı politoloq hörmətli Mehman İsmailovla. Mehman bəy, salamlayıram sizi. Hoş geldin. Mehdiyev məsələsi ilə bağlı ilk dəfədir studiyamızdasınız. Bəlkə başqa mətbuat açıqlamanız olub, amma sizin fikirləriniz maraqlıdır. Ramiz Mehdiyev qeyd etdiyim kimi təbii ki, bu işləri tək başına görməyib, özünün deməli namizədləri olub və digər məsələlər. Sizcə bu həbs çəmbəri genişlənəcəkmi? Teşekkür ederim hörmətli Arzu bəy. Birincisi Ramiz Mehdiyev məsələsinə mən başqa tərəfdən yanaşmağı üstün tuturam. Ramiz Mehdiyev məsələsinin, bu problemin demontaj edilməsi, açılması və onun ifşa edilməsi Rusiyanın, Azərbaycanın müstəqilliyi yolunda bastırdığı çox nəhəng bir minanın aşkar edilməsi, demontaj edilməsi prosesidir. Yəni Ramiz Mehdiyevin həbsə atılması və çox ciddi ittihamlarla, çox ciddi maddələr üzrə ittiham edilməsi göstərir ki, Ramiz Mehdiyev Rusiyanın Azərbaycanın müstəqilliyi yolunda yarattığı süni əngəllərindən ən nəhənglərindən birinin sökülməsi prosesi başlayıbdır. Ramiz Mehdiyevin həbsi və bu istintaqın aparılması, Arzu bəy, onu göstərir ki, Azərbaycan Rusiyanın agentura şəbəkəsinin demontajı prosesini başlatdı. Yəni bu təkcə Ramiz Mehdiyevin şəxsi məsələsi kimi qələmə verilməməlidir. Çünki biz bilirik ki, 25 yıl administrasiya başçılıq etmiş 87 yaşlı Ramiz Mehdiyevin bu üç ciddi maddə üzrə ittiham edilməsi göstərir ki, bu adamın həyatı faciə və fəlakətlərdən ibarətdir. Allah heç kimə vətən xaini maddəsi ilə mühakimə olunmanı qismət etməsin. Əgər mən bunu dəfələrlə təkrar edirəm, bəlkə emosional yanaşıram, amma ağlı başında olan, bu vətənə bağlılığı olan, millətinin xalqın sevən, dövlətçiliyin sevən heç bir insan vətən xaini maddəsini bir gündən artıq daşıya bilməzdi. Onun ürəyi dayanmalıydı. Onun qəlbi durmalıydı. Amma gördüyünüz kimi fərqində də deyil. Çünki adam anlayır ki, artıq xilas yolu yoxdur. Və təbiidir ki, Sovet İttifaqı dağılan ərəfələrdə Sovet KGB-si əvvəlcədən bu işğal etdiyi respublikaların ərazilərində separatçı ocaqlarla yanaşı özünün agentura şəbəkəsini yetişdirmişdi. Rusiya burada 200 il elə belə oturmamışdı. Ramiz Mehdiyevlər, onun budaqlanmaları, Ramiz Mehdiyev bir çayıra bənzəyir. Onu qaldırıb kökündən qopardanda yüzlərlə, minlərlə şaxələnmələr ortaya çıxacaqdır. Söylədiyim kimi, bir kəs ki, vətənə xəyanətdə suçlanır, günahlandırılır. Onun əlbəttə ki, xilas yolu yoxdur. Çoxları deyir ki, təqsirsizlik prezumpsiyası filan, dövlət təhlükəsizlik xidməti bu ittihamlarla çıxış etməmişdən öncə aylarla, illərlə bu məsələni araşdırıbdır. Amma indi bizim cəmiyyətdə bir sual hökm sürür daima ki, niyə indiyə qədər etmirdiniz? Bəyən bilinmirdi ki, Ramiz Mehdiyev 5-ci kolonun başında dayanır. Bəyən bilinmirdi ki, bütün bu Azərbaycanda vətəndaş cəmiyyətinin yaranmaması üçün, bütün xalqın siyasi hakimiyyətin ətrafında sıx birləşməməsi üçün və digər məsələlər üçün Ramiz Mehdiyev dəhşətli negativ xidmətlər göstəribdir. Amma bu sualı verənlərin diqqətinə çox vacib bir məqamı çatdırmaq istəyirəm. Ramiz Mehdiyevin aşkar edilib, ifşa edilməsi və ittiham edilməsi məhz bu günə uyğun gəlirdi. 2019-cu ildə onun vəzifədən kənarlaşdırılması çabalar göstərdi və xeyli negativ əməllər törətdi. Üzr istəyirəm, elə qeyd etdiyiniz kimi etdiklərinə rəğmən ən hörmətli, ən yüksək səviyyədə o yola salınmışdı. Əlbəttə, əlbəttə. Çünki cənab prezident artıq onun siyasi səhnədən çəkilməsinin o məqamda doğru olduğun hər kəsə göstərdi və qərarını verdi. Bəli, vaxtı çatmış. Amma bəzən sual verirlər ki, bilinmirdi mi ki, bu 25 ildə nə işlər törədir? Əlbəttə bilinirdi.
düşmən bizim içimizə agent yerləşdirir, şpiyon yerləşdirir və o da şəbəkəni hazırlayır. Əlbəttə ki, Surətçenov faktoru, Nəcməddin Sadıqov faktoru, Ramiz Meytiyev faktoru, bunlar hamısı Rusiyanın Azərbaycanın müstəqilliyinin yolunda bastırdığı özü çox güclü partlayışla nəticələrə verəcək minalar idi. Amma siz özünüz elə göstərirsiniz ki, siz Ramiz Meytiyev adında casusu həzm elədiniz və ona istiqamətlənmiş informasiya verirsiniz və o dövrdəki Rusiya həmin bu kadrları yerləşdirmişdi, onda bizim müqavimət gücümüz yox idi. Nə Rusiya müqavimət göstərmək, əlbəttə ki 90-cı illərdə ağılsızlıq olardı və rəhmətli Heydər Əliyev, siyasətin Qraysmeysteri o yolu seçdi ki, paramparça edilmiş Azərbaycanın indi birləşdirilib dövlət institutlarının funksional fəaliyyətinə gətirib çıxarmaq lazımdır. Dövləti qurmaq lazım idi. Və təbii ki, o dövlətin içərisində hər kəs bilirdi və görürdü ki, Rusiyanın hansı casus şəbəkəsi vardır. Amma onu o dövrdə zərərsizləşdirmək Rusiyanın aqressiyası ilə birbaşa qarşılaşmaq deməkdir. O dövrdə biz buna hazır deyildik. Və ordu quruldu, iqtisadiyyatımız quruldu, dövlət institutları funksional vəziyyətə gətirildi. Azərbaycan müqavimət potensialını hiss edəndə buna qərar verdi. Ona görə demək ki, niyə bunu zamanında zərərsizləşdirmədiniz filan, bunlar əlbəttə ki, bəzi hallarda siyasəti tam o detalına qədər anlamayanlar tərəfindən səsləndirilir. Bəzən məqsədli şəkildə Azərbaycanda siyasi hakimiyyətə hədəflənmiş fikirlər söyləyirlər, bəzən anlamadan söyləyirlər, bəzən isə təxribat xarakterli bu tezisləri irəli sürürlər ki, 25 il müddətində Ramiz Meytiyevi zərərsizləşdirmək olardı. Olmazdı. Necə ki, Nəcməddin Sadıqovu zərərsizləşdirmək üçün zaman lazım oldu. Hər şeyin vaxta zaman ehtiyacı. Hər şeyin o yetişmək məqamı var. Əgər siz Ramiz Meytiyevin burada edəcəklərinə nəzarət edə bilirsinizsə, tamam, qoyun seylə bilsin ki, biz onu həzm etdik. Amma əlbəttə ki, dövlət təhlükəsizlik xidmətimiz, xüsusi xidmət orqanlarımız və oradakı bizim vətənpərvər qardaş və bacılarımız, mütəxəssislərimiz Azərbaycanın dövlətçiliyin, suverenliyin, torpaq bütünlüyü gecə-gündüz qoruyan insanlardılar. Artıq biz çox rahat uyuyabilirik ki, həm hüquq mühafizə orqanlarımız, həm ordumuz, həm xüsusi xidmət orqanlarımız, həm də dövlət institutlarımız artıq saat mexanizmi kimi işləyirlər. Bunu 93-də, 94-də, 95-də etmək mümkün idi mi? Rusiya Azərbaycanın üç tərəfində separatçı ocaq yandırmışdı. Qərbində erməni separatizmi, cənubda və şimalda müxtəlif adlarla adlandırılan separatçı ocaqlar, içəridə çevriliş şəhidləri, içəridə o casus şəbəkəsi dağıdıcılıqla məşğul olan, cəmiyyəti paramparça etmək istəyən qüvvələr, bütün bunlara müqavimət göstərməyin zamanı o idi ki, 2019-cu ildə Cənab Prezident qərar verdi və onu siyasətdən uzaqlaşdırdı. Amma Ramiz Meytiyev Rusiyanın ələ aldığı bir casusdur. Yəni, onun casus olduğunu bilmək üçün onun 25 ildeki fəaliyyətinə dönüb sadəcə baxmaq lazımdır. Halbuki biz sizlə onun iştirakçısı olmuşuq. Seçki əllaməlikləri, mandat bazarlıqları, prezidentin sərəncamların və fərmanların sabotaj eləmək, daima cəmiyyətdə parçalanma yaratmaq üçün çabalar göstərmək və s. və ilaxır. Ramiz Meytiyevin törətdiyi əməlləri saymaq üçün gərək biz bir ay bu studiyada oturaq və hər sahə üzrə ayrı-ayrı bu məsələni diqqətə çatdıraq. Amma indi yalnız rəsmi məlumatlara söykənmək, mənim yanaşmam bu cürdür. Yalnız dövlətin rəsmi orqanlarının verdiyi məlumatları dinləmək və onu analiz etmək gərəkdir. Əlbəttə, indi hər kəs sırya düzülüb ispat etməyə çalışır ki, o Ramiz Meytiyevin adamı olmayıbdır, onunla 15 ildə bir dəfə görüşübdür, bəziləri deyir, mən onun adamı olmamışam filan, təbiidir. Bunlar indi özləri müdafiə etməyə çalışırlar. Onu deyənlərin bəzilərinin indi bu günlərdə Ramiz Meytiyevə məktubları, onu məhv edən yazıları mətbuatda dərc olunur. Əlbəttə, əlbəttə. Yəni, bilirsinizmi, xalqın gözü tərəzidir. Xalq hər şeyi mikronla ölçür.
və Azərbaycanda ki 10 milyon insanın %100'ü savadlıdır, gedən prosesləri anlayır, siyasətlə maraqlanır və xalqımızın, millətimizin, dövlətimizin taleyi ilə bağlı olan bütün informasiyalara çox diqqətlə yanaşılır. Ona görə indi çıxıb xalqı ələ salmaq ki, mən onu tanımırdım, görməmişdim. Əlbəttə prezident administrasiyasının 25 il başçısı olmuş bir şəxslə sən mütləq görüşəcəkdin, çünki sən icra strukturunda işləyirdin, nazirsən, nazir müavinisən və ya başqa vəzifələr daşımısan. Bu təbiidir ki, Ramiz Mehdiyev ilə görüşməliydin, çünki o rəsmi dövlət məmuruydu. Amma mən bilməmişəm, onun yanında olmamışam filan, bunlar hamısı əlbəttə kənara qoyulmalıdır. Xalqa ciddi söz deyilməlidir. O ciddi sözü də Dövlət Təhlükəsizlik Xidməti deyir ki, Ramiz Mehdiyev külli maliyyə fırıldıqlarında ittiham edilir. Dövlət çevrilişinə, cəhddə və hakimiyyəti zorla ələ keçirib saxlamaqda ittiham edilir. Digər tərəfdən vətən xaini kimi ittiham edilir. Yəni burada artıq hər şey ortadadır. Dövlət Təhlükəsizlik Xidməti sadəcə bu ittihamları irəli sürməyibdir. Ona görə mən düşünürəm ki, baxın ən maraqlısı, həm Ermənistanda, həm Azərbaycanda Rusiyanın casus şəbəkəsinin sökülməsi prosesi gedir. Paşinyan erməni kilsəsi ilə və Rusiyanın ayaqları ilə vuruşur Ermənistanda. Azərbaycanda Ramiz Mehdiyev faktorunu ortadan qaldırmağına çoxlu məsələlərin üstünə açacaqdır. Çevrilişi tək həyata keçirmək mümkün deyil. Onun üçün birinci maliyyə lazımdır, ikinci xaricdə dəstək lazımdır. Üçüncü güc strukturlarının içərisində onun budaqlanmaları, ayaqları olmalıdır. Ona görə də bu xəmər elə çox su aparacaqdır. Amma mənim şükür etdiyim nədir? Dövlətimiz bu Sibir xorasına bənzəyən, Rusiyanın burada yerləşdirdiyi, oturtduğu və kənardan idarə etdiyi həmin bu casus şəbəkəsi ifşa edilməkdədir. Bu bizim dövlətimizin tarixində talih yüklü məsələlərdən biridir. Biz görmüşük tarixdə bu cür negativ şəxslərin törətdiyi oyunları. Biz bunları görmüşük 90-cı illərin əvvəllərində rəhmətli Heydər Əliyevə qarşı sui-qəsd cəhdləri, Azərbaycanda vətəndaş müharibəsi törətməyə göstərilən cəhdlər, Azərbaycan xalqının tarixində heç vaxt vətəndaş müharibəsi olmayıbdır. Rusiya Surət Hüseynovun adı ilə, əli ilə, hərəkətləri ilə bunu burada həyata keçirmək istəyirdi. Çox gördük biz o negativ insanların millətin, xalqın taleyində oynaya biləcəyi qorxulu rolları. Ona görə də bugün əlbəttə mən sevinirəm ki, casus şəbəkəsi təmizlənir. Eyni zamanda bir nəfərlik və həmişəlik Rusiyanın buradakı təsir mexanizmləri ortadan qaldırılır. Çox maraqlı məsələlərə toxunur Mehman müəllim. Dəyərli tamaşaçılar, yayın bəyənərək paylaşmağı unutmayaq. Yeni qoşulan izləyicilərimizə də bu bir çağırışdır. Bu istiqamətdə yenə yayımımızı davam etdiririk. Deməli, səhər saatlarında əziz tamaşaçılar, keçmiş millət vəkili Gülər Əhmədova Bakı Dövlət Universitetinin sabiq rektoru Abil Məhərrəmovun Ramiz Mehdiyev ilə bağlı əlaqələrinə dair paylaşım edərək qeyd edib ki, Ramiz Mehdiyevin kölgəsində milyarder olan elm adamı akademik deyə xitab edib. O bildirib ki, əslən Amasya rayonundan olan akademik Abil Məhərrəmov, Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq. Sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmişsiniz deyərək hələ 2020-ci ildə Mehdiyevə yaxın olduğunu onun nəvəsinin toy mərasimində iştirakı ilə təsdiq etmişdi. Bəli, Ramizə daha çox tərif yağdırmalıydı. Çünki onun sayəsində 50-yə yaxın mükafatı, o cümlədən 99-cu ildə Yusif Məmmədəliyev adına medalla təltif edilmişdi Abil Məhərrəmov. Hazırda qeyd edim ki, çox uzağa getməyək, parlamentdə Milli Məclisin komitə sədrləri var ki, onların da bir çoxlarının adı Mehdiyevə və Rusiyaya bağlı olaraq hallanır. Yəni, susqunluq nümayiş etdirirlər. Heç bir açıqlama vermirlər. Yəqin ki, onların bəziləri ilə tanışdınız, elə hazırda da vəzifədə olan şəxslərlə bağlı. Görək proses necə olacaq. Dünən məlumat yayıldı ki, vəkillər artıq apellyasiya şikayəti verib. Düzdür, rəsmi açıqlama deyildi, amma mənbələrə istinadən mətbuatda belə bir məlumat tirajlanmışdı. Və keçmiş icra başçılarından biri açıqlama verdi. Mehman müəllim, deməli, qeyd etdi ki, bu bizim Azalın təyyarəsinin vurulmasına da Mehdiyevin əli olub. Nə dərəcədə real hesab edirsiniz?
Birincisi, mən sözümün əvvəlində söylədiyim kimi, yalnız rəsmi məlumatlara sökənmək lazımdır. Hörmətli Arzu bəy. Bu Ramiz Meytiyev məsələsində bir Rusiyanın xüsusi xidmət orqanlarının və Azərbaycanda destabilizasiyada maraqlı olan qüvvələrin ortaya qoyduqları bir senari ola bilər. Nədən ibarət ola bilər bu senari? Azərbaycanda vətəndaş qarşı durması yaratmaq, parçalanma yaratmaq. İndi biri çıxır, bir söz danışır, o birisi çıxır, onu təkzib eləyir, birisi onu təkzib eləyir. Əlbəttə, mən burada şəxslərin adlarının çəkilməsinin tərəfdarı deyiləm. Çünki mütləq araşdırma aparılmalıdır ki, kiminsə ünvanına konkret söz deyilə bilsin. Əlbəttə, biz bu cəmiyyətin içərisindəyik və kimin hansı ulduza baxdığını bilirik. Məsələn, Ramiz Meytiyev 25 il müddətində bir dəfə Türkiyə səfər eləmədi. Və Azərbaycanda hələ 44 günlük savaşdan dərhal sonra Rusiyanın burada, Putinin buradakı güya xidmətlərin qabartmağa çalışan insanlar oldu. Rəsmilərin içərisində, deputatların içərisində, ictimai nüfuzu olan insanlar içərisindəki güya bizim xalqın, bizim ordunun, bizim Ali Baş Komandanın əldə etdiyi zəfəri güya Rus bizə yol verdi, çəkimsəllik göstərdi, qarışmadı. Rusiya erməni parazitindən bugün də əl çəkmə fikrində deyil. 200 ildir Rusiya erməni adında virusu bəsləmək üçün trilyonlarla dollar para xərcləyibdir. 44 günlük savaş müddətində Şaygu hərbi nəqliyyat təyyarələri ilə yük daşıyırdı, gecə-gündüz deyirdi, sement, beton, armatur daşıyıram Ermənistana. Rusiyanın instruktorları oradaydı. Azərbaycanın içərisindən isə bu fikirlər səslənirdi ki, güya Rusiya bizə yol verdi deyə biz qələbə çaldıq. Əlbəttə, bu Azərbaycanın qələbəsinə kölgə salmaq, Türkiyə ilə Azərbaycanın hərbi siyasi birliyinə kölgə salmaq, Türkiyə bizim yanımızda dayanmadı fikrin qabartmaq, bu Türk düşmənlərinin ortaya atdığı narrativlər idi. Amma əlbəttə ki, həqiqəti nə qədər bastırmaq istəsən, həqiqət ortaya çıxacaqdır. Çünki haqqın arxasında Allah dayanır. Azərbaycan 3000-dən yuxarı şəhid verdi. Azərbaycan xalqı yumruq kimi... Şəhidlərimizin ruhuna hörməsi. Əlbəttə. Azərbaycan xalqı balasından keçdi, qardaşından keçdi, həyat yoldaşından keçdi. 7-dən 70-ə hər kəs hərbi komissarlığın qabağında növbə çəkirdi, yalvarırdı ki, məni döyüşə aparın. Bu cür şərəfli bir tarixi aparıb Rusiyanın ayağına bağlamaq istəyənlər hər kəsə məlumdur. Amma yenə söyləyirəm, rəsmi dövlət strukturları, dövlət institutları bu məsələni araşdırırlar, çəyirdəyinə qədər, zərrəsinə qədər, nüvəsinə qədər. Digər tərəfdən Ramiz Meytiyev hadisəsində bir ibrət dərsi vardır hər kəsə. Bəzi kütləvi informasiya vasitələrində belə məlumat yayıldı ki, düşənbə görüşündə Putin bu Ramiz Meytiyev olayların bizim cənab prezidentimizə ötürübdür. Bilmirəm, bu rəsmi yayılmış məlumat olmadığı üçün mən deyə bilmərəm ki, bu belədir ya belədir. Əgər bu belədirsə, onda Rusiya çalışmış, Rusiya işləyən və keçmişdə işləmişlər, indi də Rusiyanın agenti olmağa canla başına hazır olanlar Ramiz Meytiyev taliyinə baxsınlar. Necə ki 1920-ci illərdə, 18-20-ci illərdə və sonraki dövrlərdə Rusiyanın işğalçı qüvvələrinin maraqlarına xidmət edən Azərbaycanlılar sonra bir-bir öldürüldü və Sibirdə çürüdüldü. Əgər gerçəkdən də Putin bu planın üstünü açıbsa, öz casusunu satıbsa, bu hər kəsə dərs olmalıdır ki, Rusiyaya casusluq etməyin sonu bu cür olur. Əgər o verilən məlumatlar doğrudursa. Əlbəttə, o məlumat doğrudursa, bir daha onu göstərir ki, Putin düşənbədə Azərbaycan prezidentindən həm üzr istədi, həm o oturduğu kürsüdə qıvrılaraq bəraət qazanmağa çalışdı və üstünə o ötəliyi götürdü ki, kompensasiya ödəniləcəkdir və günahkarlar cəzalandırılacaqdır. Əgər bu hadisə baş verirsə, Ramiz Meйтiyevin çevriliş planlarının ötürülməsi, bu da əlbəttə ki, Azərbaycan prezidentinin qarşısında Putinin yarınmaq istədiyi, daha bir xidmət təklif etdiyi, halbuki
bir Ramiz Beytev yox. 1000 Ramiz Beytev olsa Azərbaycan xalqı bugün heç bir çevrilişə, dövlətə xəyanət edənlərə nə izin verməz, nə rüsxət verməz, nə dəstək verməz. Tutalım o çevrilişə həyata keçirəydilər. Azərbaycan xalqı onları tapdıyardı, əzərdi. Azərbaycan 200 illik savaşdan sonra bu cür nəhəng qələbi ilə çıxıb. İndi Azərbaycan xalqı rahat nəfəs almağa başlayacaq. Erməninin, Rusun burada törətdiyi əngəllərdən yaxasını qutarıb Azərbaycan. 2 əsrdir bizim qanımız axırdı, sel kimi. Ramiz Beytevlərin əli ilə bura korrupsiya gətirdilər, rüşvət gətirdilər. Azərbaycan xalqının mentalitetində rüşvət, korrupsiya, oğurluq, çapolçuluq yoxdur və olmayıb heç zaman. Bizim dədələrimiz, babalarımız bir qarışqanı tapdamaq istəməyiblər. Heç zaman halal olmayan bir şeye el uzatmayıblar. Necə oldu ki Rusiya buranı işgal eden kimi başladı? Bir tərəfdən Farsın, bir tərəfdən Erməninin, bir tərəfdən Rusun senarisiyle korrupsiya və rüşvət çiçəklənməyə. Kimidir? Onun qarşısını almağa qoymayan kimidir? Sovet İttifaqı, Rusiya və Rusiyanın burada yerləşdirdiyi Ramiz Beytevlər. Və indi onun ortaya çıxan o sərvətləri, filanları, bunları kənara qoyun. O Azərbaycandan tutalım 50 milyar dollar pul uğurluyub. Amma onun Azərbaycanın gələcəyinə, inkişafına vurduğu ziyan trilyonlarla ölçülür. O neçə min Azərbaycanın, qeyrətli Azərbaycanının ocağını söndürüb. Yəni bütün bu məsələlər adamlar səsini çıxarda bilməyib. Əlbəttə, amma indi o susan insanlar ki var, o danışdılarsa da bir şey dəyişməz, sustularsa da bir şey dəyişməz. Söylədiyim kimi, dövlət əgər qərar veribsə ki, bu məsələ sökülməlidir, ifşa edilməlidir, bu sirlərin üstünə pərdə götürülməlidir, o götürüləcəkdir. Amma indi onların əziyyət çəkib çıxıb özlərinə qəhrəman düzəltməsin, mən səmimi qəbul eləmirəm. Nəinki mən cəmiyyət də qəbul etmir. Hər kəs bilir axı, Azərbaycan nə qədər bu müstəqillik dövründə özlərini göstərdilər. Əlbəttə ki, hər yerdə o girintilər, çıxıntılar olur. Amma bugün dövlət təhlükəsizlik xidməti, Azərbaycan dövləti ayaq üstədirsə, Azərbaycan xalqının, Azərbaycan prezidentinin, onun dövlət institutlarının fəaliyyəti nəticəsində bunlar mümkündür. Bəli. Amma çox təəssüf eləyirəm ki, Azərbaycanda Ramiz Beytev kimiləri hər zaman əşimiz düzələn deyilik, əşi müsəlman düzəlməz narrativlərini ortaya atıblar. Hər zaman deyiblər, bizdən heç vaxt rüşvət yığışmaz. Heç zaman Azərbaycan xalqının tarixində rüşvət olmayıb. Heç zaman bizim dədə babamız bir-biri ilə vəzifə kürsüsü üstündə vuruşmayıblar. Onlar hamısı bizə kənardan sırılmış formullardır. Ona görə də bizim tariximizi yenidən tərtib eləmək, tarixi təmir eləmək, Rusiyanı işğalçı deyil, xilaskar kimi göstərməyə çalışmaq, vəzifə pilləkənlərində irəliləməyin yolun yalnız rüşvət olduğunu göstərmək, bütün bunlar hamısı bizim xalqımıza və dövlətçiliyimizə qarşı istiqamətlənmiş hərəkətlərdir, hörmətli Arzu bəy. Bəli, əziz tamaşaçılar, bildiyiniz kimi səhər saatlarında Baş nazirin birinci mavini Yaqub Eyyubov Prezident İlham Əliyev tərəfindən İstiqlal ordeni ilə təltif edilib və maraqlı məqam Yaqub Eyyubov Ramiz Beytev ilə bağlı Yeni Sabahın sualına cavab verib. Deməli, sual ünvanlanıb ki, Yaqub müəllim son günlər ölkə gündəmini bir məsələ zəbt edib. Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı dövlətdə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi, qeyri-qanuni əmlakın leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülür. Mehdiyev ilə bağlı baş verənlərə necə qiymətləndirirsiniz? O qeyd edib ki, çox pis qiymətləndirirəm. Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var. Belə bir açıqlama verib. Mən keçid almaq istəyirəm, dəyərli tamaşaçılar. Verişimizin ikinci hissəsi Rusiya-Ukrayna müharibəsinin gedişi. Bundan əvvəl mən qeyd etdim, Azərbaycan nümayəndə heyəti İrəvandadır, vətəndaş cəmiyyətinin nümayəndələri. Deməli, Azalın təyyarəsi artıq Zvarnov hava limanına enib səhər saatlarında. Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırki məqamını necə qiymətləndirirsiniz? Arzu bəy, bugün tarixi bir gündür. Azərbaycan prezidenti dünə Qazaxstanda, Qazaxstan prezidenti Tokayevlə keçirdiyi birgə mətbuat konferansında çox ilginc və sensasyon bir
bəyanatla çıxış elədi. Və mən onu çox yüksək səviyyədə qarşıladım və bravo Azərbaycan, bravo İlham Əliyev dedim. Çünki Azərbaycan prezidenti Ermənistanın yüklərinin Azərbaycan üzərindən daşınmasına qoyulmuş yasağın ortadan qaldırılmasını bəyan eləməklə Azərbaycana qarşı oynanılan minlərlə oyunun üstünə xət çəkdi. Hatırlayırsınız, biz Zəngəzur dəhlizi ətrafında danışıqlar aparırkən, müzakirələr aparırkən Ermənistanda sülhə düşmən olan qüvvələr, Azərbaycanla Türkiyə ilə münasibətlərin normallaşmasına düşmən kəsilmiş qüvvələr, xarici güclər, Rusiyanın danışan dilləri, Parisdə, Vaşinqtonda danışırdılar ki, Azərbaycan müharibəyə hazırlaşır, Azərbaycan hərbi yolundan Zəngəzur dəhlizini aça bilər və s. və axır bizi şəhərləyirdilər. Azərbaycanın yeritdiyi konstruktiv, yaradıcı və sülhə istiqamətlənmiş prosesləri gözdən salmaq, Azərbaycanı şəhərləmək və müharibədə, güya müharibəyə, təcavüzə hazırlaşırmış kimi bir hava yaratmaya çalışırdılar. Birinci, Azərbaycan bu addımı ilə, Azərbaycan prezidenti bu addımı ilə bütün dünyaya göstərdi ki, sizin Azərbaycana qarşı həyata keçirdiyiniz və təbliğ etdiyiniz, təşviq etdiyiniz siyasət kökündən yalandır, böhtandır. Azərbaycan heç zaman ermənilərlə milli zəmində savaş aparmayıblar. Rusiyada bu məsələlərin ideologları və erməni kilsəsi və o erməni kilsəsinin nəzarəti altında olan radikal, terrorçu qüvvələr, anti-Türk, anti-Azərbaycan nifrəti ilə böyümüş, zombiləşdirilmiş, beyni yuyulmuş erməni siyasətçiləri, ideologları əlbəttə ki, çıxış edirdilər ki, Azərbaycan Zəngəzur dəhlizin açılmasından sonra heç bir kommunikasiyanı açmayacaqdır, güzəştə getməyəcəkdir. Ermənistanın rəhbərliyi Azərbaycanın qarşısında tək tərəfli güzəştlərə gedir, deyirdilər və müqavimət göstərirdilər. Azərbaycan bu yasağı qaldırmaqla anti-Azərbaycan təbliğatına çox ağır zərbə vurdu. Digər tərəfdən, əgər Azərbaycanla Ermənistanın arasında milli zəmində, dini zəmində, etnik düşmənçilik zəminində müharibə olsaydı, Azərbaycan bugün Ermənistanı izolyasiyadan çıxarmağa addım atmazdı. Bu, dərhal dünyanın aparıcı gücləri tərəfindən təqdir olunmağa başladı. Bugün Ermənistanda toy bayramdır. Nikol Paşinyan və digər hökumət üzvləri hamısı Cənab İlham Əliyevin atdığı addımı təqdir etdilər, salamladılar, təşəkkür elədilər və dərhal da Nikol Paşinyan dedi ki, biz öz ərazimizdən Azərbaycana tranzit yükləri Türkiyə daşımağa və əks istiqamətə daşımağa şərait yaratmağa hazırıq. Naxçıvana gedən kommunikasiyaların bizim ərazimizdən çəkilməsinə razıyıq, hazırıq. Azərbaycan Zəngəzur dəhlizi Trump marşrutu adı altında reallaşdırmağa nail olan kimi buradakı geosiyasi mənzərə tamamilə dəyişdi Arzu bəy. Azərbaycan Güney Qafqazı savaş meydanından barış meydanına çevirdi. Və bugün Azərbaycanı Avropa İttifaqı, Birləşmiş Ştatlar, dünyanın maliyyə qurumları bizim bölgəyə və xüsusilə də Azərbaycana hər cür investisiya yatırmağa hazırdılar. Sülh müqaviləsi və Ermənistanla Azərbaycan arasında süni yaradılmış bu düşmənçiliyin ortadan qalxması, Azərbaycanın 2 əsrlik savaşının sonunda əldə etdiyi qələbənin sənədləşdirilməsi, reallaşdırılması məsələsidir ki, Azərbaycan prezidenti bu addımı atmaqla çoxlu mətləbləri həll etmiş oldu. Birincisi, Azərbaycan heç bir zaman milli zəmində savaş aparmayıbdır. Bizim torpaqlarımızı erməni işğal etmək istəyirdi. Çünki Rusiyanın Azərbaycanı öz orbitində, işğal orbitində saxlaması üçün erməni məsələsi adında məsələ ilə Azərbaycanın azadlığın, müstəqilliyin, torpaq bütünün qanda boğurdu. Ermənilərə elə gəlirdi ki, Ruslar bunlara Qarabağı qopartmaq üçün yardım edəcəklər və bunlar da bu məqamdan istifadə edib bizim torpaqlarımızı məngirləyəcəklər, özünü küləşdirəcəklər.
Əlbəttə biz isə izah edildik ki, ermənilər Rusiyanın əlində alətdirlər, maşadılar, mexanizmidirlər və bunlardan Azərbaycana və Türkiyəyə qarşı istifadə edirlər. İndi baxın, Azərbaycan Ermənistanı nəqliyyat izolyasiyasından çıxartmağa çalışır. Paşinyan təşəkkür etdi yeri gəlmiş. Əlbəttə. Və bu erməni müxalifəti ki var, erməni kilsəsinin çətir altında daşnaqlar, qınçaqçılar, astalaçılar, yer qrapaçılar, drovçular, armenikançılar, Qarabağda insanlıq əleyhində cinayətlər törətmiş cani sürüsü, bunlar hamısı Paşinyanın devrilməsini həyata keçirmək istəyirlər ki, sülh prosesində indiyə qədər əldə edilmiş nəticələri sıfırlasınlar. Yenidən Azərbaycan ərazilərin mübahisələndirib, yeni çatışmalara, yeni qarşıdurmalara gəlsinlər və onda da maraqlı olan əlbəttə ki, işğalçı qüvvələr var. Rusiya kimi bütün həyat fəlsəfəsini işğalda görən dövlətlər var. Və indi Azərbaycan əgər sülh əlini uzatdısa, bu regionda müharibə təhlükəsini ortadan qaldırırsa, insanlarımız, gənclərimiz bir daha şəhid olmayacaqlarsa və Ermənistan Azərbaycanın bütün şərtlərin birər-birər qəbul edibsə, bunları yerinə yetirirsə və bu elində sonunda sülhə doğru addımlar atılıb gedib sülh müqaviləsi imzalanmalıdırsa ki, bu Azərbaycanın atdığı bu addımlar nəticəsində mütləq bu baş tutacaqdır, bunu yalnız təqdir etmək lazımdır. Azərbaycan prezidenti o qədər müdrik bir addım attı ki, mən onu sözlə ifadə etməkdə çətinlik çəkirəm. İndi baxın, anti-Azərbaycan, anti-Türk təbliğatı ilə milyonlarla erməninin beyni yumuş təbliğatçılar, təşviqatçılar indi nə deyəcəklər Azərbaycan əleyhinə? Baxın, Azərbaycan bütün yasaqları götürdü və bugün Ermənistan o nəqliyyat izolyasiyasında boğulurkən Rusiyanın şərtlərini yerinə yetirmək zorundadır. Ermənistan biraz Rusiyadan 1 millimetr, 1 santimetr kənarlaşmağa başvuran kimi yuxarılar yolu bağlanılır. Və Ermənistanın da bütün boğazı keçir Rusiyanın pəncələrinin məngələsinin əlinə. Ermənistan Rusiyadan nə qədər çox asılıdırsa, sülh bir o qədər təhlükədədir. Region bir o qədər təhlükədədir. 102-ci hərbi baza Ermənistanın ərazisində erməniləri qorumaq üçün müdür? Əlbəttə yox. Orada Xorenin, Qurgenin, Siranuşun taleyin xilas etmək üçündürmü? Əlbəttə yox. O Azərbaycana və Türkiyəyə qarşı orada yerləşdirilmiş bir hərbi bazadır. Amma artıq daxildə o söhbətlər gedir. Əlbəttə gedəcəkdir. Azərbaycanın atdığı bu addım. Əgər bunun arxasınca da Türkiyə Ermənistanla sərhədini açarsa, bu Rusiyanın burada tərk silah olması deməkdir. Əgər bugün baxın, qardaş Qazaxıstanla Azərbaycan, Qazaxıstan taxılının Azərbaycanın ərazisindən keçməklə Gürcüstandan Ermənistana ötürülməsini reallaşdırdılar. Yəni anti-Türk qüvvələr, Zatulinlər, Delyaginlər, Milonovlar, Salavyovlar və bir sürüdülər bunlar. Daima Türkiyə faktorun Ermənistan üçün çox qorxulu, təhlükəli bir qüvvə kimi qələmə veriblər. Və nə qədər jest edilir? Əlbəttə. Və bunun üstündə də təbliğat qurublar. Ermənilərin beyni yuyublar. Erməninin yanında Türkün adını çəkən kimi erməni təzyiqi qalxır, gözləri bərəlir, qulaqlar uzanır, tər basır, iflic vəziyyətinə düşür. O qədər qorxulu nağıllar danışıblar Anadolu qardaşlarımız haqqında. Və bu düşmənçilik əriyir, əriməlidir. Bu Rusiyanın əlində olan Ermənistanın onun əlindən çıxması deməkdir. Azərbaycan bu addımı atmaqla, birincisi Ermənistana ötürüləcək yüklərin zamanlamasın, o uzun vədəsin qısaldır. İkincisi, Ermənistanın Rusiyanın pəncəsinin altından çıxmasına yardım edir. Bəli. Mən bu fikri dəfələrlə səsləndirmişəm, hörmətli Arzu bəy. Azərbaycan 44 günlük savaşda qələbə çalmaqla, öz ərazilərini işğaldan azad etməklə, erməni separatizmin kökünə çıxardıb atmaqla erməni xalqı xilas elədi. Ermənilər indi bugün boyunlarını almırlar, amma zaman keçəcək. Erməni tarixçiləri reallığı qəbul edəcəklər. Bu reallığı qəbul edib söyləyəcəklər, yazacaqlar ki, Azərbaycan erməniləri Rusiyanın əbədi işğalından xilas elədilər. Bizə erməniləri azad görmək
bir şeye göre lazımdır. Ermənilərdən bizə qarşı istifadə etməsinlər. Ne yazıklar ki bizim ərazimizdə Ermənistan adına dövlət yaradılıb. Ne yazıklar ki bugün biz öz torpağımızdan keçmək üçün ermənilərlə razılaşdırmalıyıq. Ama bunlar artık reallıqdır ve baş veribdir ve bunları dəyişdirməsi mümkün değil bugün. Tarih indi 5 yıl sonra, 10 yıl sonra, 20 yıl sonra hansı sürprizleri ortaya koyacaktır bunu söylemek çətindir. Ama Azərbaycan bugün anti-Azərbaycan təbliğatını məhv etdi. Azərbaycan prezidentinin attığı bu adım iki Türk dövlətinin Ermənistana birinin taxıl birinin yol vermesi onu gösterdi ki bu Rusya'daki bu informasiya köpəkləri ki danışırdılar. Turan birləşdi mi Ermənistanı yıkacaklar, əzəcəklər. Tam əksi ortaya çıktı ki iki Türk dövləti Ermənistanın iqtisadi ve transport, nəqliyyat izolyasiyasına çıkması yönünde çok vacib addım attılar. Ve bu yine söylediğim kimi 102. Hərbi bazanın Ermənistan ərazisindən çıxardılması Rusya'nın Güney Kafkaz'ı terk etmesi anlamına gelecektir. Ona göre de bu Ermənistan Respublikadır mı, değil mi, müstakil olmasalar, bunlar Rusya'nın məngənəsində qalmaqda devam eləsələr, azadlıq nədir, qanmaq istəməsələr, müstakilliyə can atmasalar, Azərbaycanı ve Türkiye'nin şərtlərini yerine yitirməsələr, Güney Kafkaz problemine yaxasını qurtara bilməyəcəkdir. 2 əsrdir ki bu xalqların dinçliği yoktur. Ona göre ki Rusya Xoren adında parazitten Gürcülere karşı, Azerbaycan Türklerine karşı, Lezgilere karşı, Talışlara, Kürtlere karşı, Anadolu kardeşlerimize karşı istifade ediptir. Ve bu ona göre de Xoren'in Rusya'nın elinde olması çok korkulu varyanttır. Xoren öz başına bir kuvvet değil. İstəyir 1000 tane Xoren, Suriyen Gurgen olsun, Vazgendolların yanında olsun, bunlar kuvvet sahilmirlar. Biz o yolu aparmalıyız ki Ermənistan Azərbaycanla Türkiye'nin iqtisadi, siyasi hem de nəqliyyat çətirinin altında olsun. Bəli, xatırladım ki, bildiyiniz kimi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Ermənistanlı həmkarı ilə görüşü baş tutub. Belə Simoniyanın açıklaması var. Qeyd edir ki, Sahibə Qafarova ilə söhbətimiz oldu. Məsələn, hərbi təcavüz haqqında danışdıq. Kimlərsə deyir ki, belə bir şey ola bilər. O mənə dedi ki, mümkün deyil. Bu qədər yəni addım atmışıq. Onun sözlərinə görə, yəni Simoniyanın sözlərinə görə tərəflər görüşdə çox işlər gördüklərini bildiriblər. Öz üzərimizə beynəlxalq öhdəliklər götürmüşük. Belə bir fikir var idi ki, parlamentlər cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, sülh reallığında yaşamaq, bir-birinə doğru adımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Çox müsbət, isti görüş oldu. Düşünürəm ki, bundan sonraki görüşlərimizdə də faydalı olacaq deyir Simoniyanın açıqlamasında. Mən istəyirəm keçid alaq. Deməli, digər mövzumuza sona yaxın dəyərli tamaşaçılar, kifayət qədər hazırda YouTube, TikTok və Facebook üzərində izləyicimiz var. Ümumilikdə 2000-ə yaxın şəxs bizi izləyir. Yayın bəyənə paylaşmağı unutmayaq və səhər saatlarında məlumat yayıldı. Dağıstanın paytaxtı Mahaçqalada yerləşən neft emal zavodu Ukrayna dronlarının hücumundan məruz qalıb. Dağıstan rəhbəri Sergey Melikov məlumat yayıb. Qeyd edib ki, bugün Dağıstan ərazisində hücum həyata keçirilib. Deməli, həmin ərazi Ukraynadan təxminən 1700 kilometr uzaqlıqda yerləşir. Rusiya mediasının məlumatına görə hücumdan sonra Mahaçqalada hava limanında bütün reyslərin qəbulu və göndərilməsi dayandırılıb. Və eyni zamanda daha bir məlumat, Rusiya ordusu Kiyevdə yaşayış və mülki binalar raket və pualarla ateşə tutub. Hücum zamanı raket qalıqları Kiyevdə yaşayış binasının həyətinə düşüb. Nəticədə 2 nəfər ölüb, 5 nəfərin yaralandığı bildirilir. Və qeyd etdim yayımın girişində Xarkovda Rusiya tərəfindən uşaq bağçası vurulub. Burada da yaralılar var. Daha bir məlumat Rusiya Xarici İşlər Nazirliyinin də qeyd edir ki, Ukrayna Zaporojye Atom Elektrik Stansiyasında müntəzəm enerji təchizatının bərpası üçün təhlükəsizlik zəmanəti verib. Bu da Rusiya tərəfinin yaymış olduğu məlumatdır. Cəbhə xəttindəki son vəziyyətə münasibətinizi bildirməni istəyirəm. Buyurun. Rusiya-Ukrayna müharibəsi indi gəlib bir pat vəziyyətinə düşübdür. Rusiya başlatdığı müharibəni, agresif, işğalçı müharibəni məntiqi sonluğuna doğru apara bilmir. Görüşü zamanı Trump'la Putin'in arasında keçmiş söhbət barədə Birləşmiş Ştatların kütləvi informasiya vasitələri çox maraqlı bir məlumat yaydılar. Arzu bəy, məlum oldu ki,
o görüşe gerçekten netice üçün gələn Donald Trump Putin'in yenə də tarixin nağılları ilə qarşılaşıbdır. O başlayıbdır yenə tarixə ekskurs etməyə və orada iştirak etmiş qərb mütəxəssisləri 3 dəfə Donald Trump'ın Putin'in sözünü kəsib onun üstünə səsin qaldırdığın, əgər sən bu tarixi ekskursiyanı davam etdirəcəksənsə mən buranı tərk edəcəyəm deyibdir. Və sonra da məlum oldu ki, nahar yeməyinə də qalmadılar. Orada iqtisadi məsələləri müzakirə edəcəklərdi. Bu da baş vermədi. Nədən? Çünki hər kəs anlayır ki, bugün Birləşmiş Ştatlarla Rusiyanın məsələyə yanaşma fəlsəfəsi 180 dərəcə bir-birinə ziddir. Əgər Birləşmiş Ştatlar bugün ateşkəs rejiminə nail olmaq istəyirsə, bir tərəfdən Rusiyaya, bir tərəfdən Ukraynaya təzyiq edirsə, əlbəttə ki, bu nəticə verəcək şey deyil. Rusiyanı danışıqlarla dayandırmaq mümkün deyil. Digər tərəfdən Putin üçün ateşkəs rejiminə getmək ölümə bərabərdir. Ona görə ki, ateşkəs 10 günlük deyil, tutalım 30 günlük rejim əldə edildi. Onun da qarşılığında hansısa bir güzəşt ediləcək Rusiyaya. Ya sanksiyalar yumuşaldılacaq və ya başqa bir hərəkətdə bulunacaqdır. Amma sonra Rusiya yenidən ateşkəs rejimin pozmaq zorunda qalacaqdır. Ona görə ki 90 günlük, 3 aylıq, 5 aylıq, 6 aylıq ateşkəs rejimi Rusiya siyasi hakimiyyətinin sökülməsinə gətirəcəkdir. Daxildə, bəli. Çünki Putinin ən qorxduğu senari birinci xalqın ağıllı insanlarının verəcəyi suala cavab tapa bilməyəcəyidir ki, bu müharibə nə üçün idi? Nə üçün 1 milyon yol da qırılırdı, bəli. Nə üçün 1 milyon 500 min insan qırıldı? Nə üçün Rusiya 30 bin sanksiyanın altına düşdü? Nə üçün Rusiyanın bugün büdcəsində 7 trilyonluq bir yırtıq var? Nə üçün siz Rusiyanın neft və qaz sənayesini bugünə saldınız? Baxın, dünən sosial şəbəkələrdə Rusiyanın, o Gazpromun başçısı Miller'in bir müraciəti səsləndirildi. Deyir ki, bu günləri Gazpromun 12 trilyon rubl borcu vardır. Düşünə bilirsinizmi rəqəmi? Mütəxəssislər söyləyirlər ki, Rusiyanın ilin sonuna qədər büdcəsindəki o 7 trilyonluq o dəlik artıq olacaq 12 trilyon. Miller isə Rusiya əhalisinə müraciət edib deyir ki, siz bugün Gazpromu xilas etməlisiniz. Çünki Gazpromun 12 trilyon rubl borcu vardır. Yəni bir dövlətin büdcəsində olan yırtıq qədər həmin Gazprom ki deyirdilər bu Rusiyanın fəxridir, filandır, odur, budur. Bu vəziyyətə düşübdür. Digər tərəfdən Avropa İttifaqı bir mənalı şəkildə Rusiyanın neftindən, qazından 2026-cı ilin yanvar ayının birindən imtina etmək qərarı veriblər. Bu suallara Putin cavab verməlidir. Bir, sənin qələbən nədən ibarətdir? Əgər sən Ukraynanı denasifikasiya etmək istəyirdinsə, demilitarizasiya etmək istəyirdinsə, silahsızlaşdırmaq istəyirdinsə, bugün Ukraynanın 1 milyonluq ordusu vardır, əlində də ən modern silahlar və sənin də nəfəsini kəsir. Digər tərəfdən, sənin neftarima zavodlarının 40%-ni sıradan çıxardı bu Ukrayna. Yəni, bütün bu suallara cavab verə bilməyəcək Putin. Üçüncüsü, Putinin 1 milyonluq ordusunun içərisində 700 min killer var. Arzu bəy, bu olduqca təhlükəli bir kontingentdir. Rusiyanın rəhbərliyi bugün o baş kəsənləri 4 ildir ki, onlar Ukraynanın ərazisində pulla baş kəsirlər. Həmin o cəllatları hardasa yerləşdirmək istəyir. İstəyirlər Sibirə göndərələr. O killerlər gedib Sibirdə mənfəətli dərəcədə neft çıxardacaq deyirlər. Və ya onları vəzifələrdə yerləşdirmək istəyirlər. Hüquq mühafizə orqanlarının içərisində yerləşdirmək istəyirlər. Əgər bugün 4 il müddətində pulla, ikisi ilə pulun qarşılığında dinc Ukraynalının qətlə yetirmiş bu killer gedib hüquq mühafizə orqanlarında əmək haqqına işləyəcəkmi? O reintegrasiya edə biləcəkmi? O normal cəmiyyətə adaptasiya edə biləcəkmi? Putin onları elit adlandırır. Həmin o elita, o 700 bin elita Putinin kürsüsünün altındaki bombadır. Və ona görə də Rusiya ilə Amerikanın danışığı baş tutmur. Və bugün Trump bir də bəyan elədi ki, Budapeştdə danışığın baş tutmayacağını biz 2 günə qərarlaşdıracağıq. Amma bir mənalı şəkildə deyir ki, mən boş yerə vaxt xərcləmək istəmirəm.
neticesiz görüşe de gelmeyeceğim. Herkes bugün anlıyor ki Putin'in talihi öz elinde değil. Rusya'nın talihi bugün Çin'in elindedir ve müharibenin dayandırılmasının kararı Çin tarafından verilmelidir. Eğer Çin Rusya'nın arkasına geri çekilse, ona ikili üçlü təyinatlı məhsullar satmasa, ona dronlara gerek olan materiallar satmasa, onun ham neftini almasa, bir haftanın içerisinde Putin müharibeni dayandırmak zorunda kalacaktır. Putin bugün Donald Trump'ın sadece sahiklığını itirmek istəyir. İstəyir ki Ukrayna'ya təzyiq edilsin. En azı Donetsk ve Lugansk vilayetlerin işgal edip ve bunun halkına qələbə kimi sırayabilsin. Ondan sonra başlasın. Hemen o killer sürüsün harada yerleştireceğini düşünsün. Belə bir vəziyyətdə, belə bir pat vəziyyətindəki Rusya ne geriye gidebilmir, ne ilerleyebilmir. İlerlemesi mümkün değil. Sadece ona göre ki artık bütün Ukrayna əhalisi müharibə relsine oturuptur. 4 ildir artık uşaq bağçasından tutmuş orduya kadar. O məcriyə, hərbi məcriyə oturublar. İstihsalları da her şeyleri. Diğer taraftan Ukrayna getdikcə güclənir. Özünün silaha olan ihtiyacının 40-45%'ını özü həyata keçirdir. Elə bir bu parametrlərin içerisinde. O cephe xəttindən ne netice alınacaktır? Eğer tərəfin biri sadece bu düştüğü bu pat vəziyyətindən çıxış yolunu tapa bilmirsə, diğer taraftan da Rusya'nın iqtisadiyyatı artık müharibəni tarta bilmir. Bu herkese aydındır. Ve ona göre de indi o killer sürüsün eride bilmir, geri çekildi, tutalım ordu dayandı. Dövüşlere gitmeyeceklerse bunlara o kadar pul verilmeyecektir. Üstelik de o başkesenlerin içerisinde en muhtelif renkli gruplar vardır. Zindanlardan bırakılmış cibgirler, oğrular, residivistler, terörçüler, seriyalı katiller vesaire ve ilahir. Putin başlattığı tecavüz müharibesinin sonunda öyle bir faciayla karşı karşıya dayanıptır ki indi onun çıkış yolu elbette ki sülhten başka çıkış yolu yoktur. Ama sülh prosesi başlayacaksa, ateş dayanacaksa Putin'i dəhşətli sürprizler gözleyecek. Və maraqlı bir məlumat yayılıb, Rusiya strateji nüvə qüvvələrinin təlimini keçirib. Rusiya Putin rəhbərliyi altında öz strateji nüvə qüvvələrinin quru dəniz və hava komponentlərindən istifadə etməyi təcrübədən keçirib. Təlimdə tabeli qoşunların idarə olunmasının təşkili üzrə hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı və əməliyyat vərdişləri yoxlanılıb. Bu da yəqin ki bir mesajdır Putin. Şantajdır o. Bəli. O Putin-Medvedev cütlüğünün Əziz tamaşaçılar, yayını bəyənməyi unutmayaq. Bəli. Daima həyata keçirdikləri şantajdır. Rusya istəyir ki, hər zaman həyata keçirdiyi o qorxu ixrac etmək, qorxu saçmaq. Avropalıların, bilirsiniz Avropa çok yüksek seviyede həyat şəraitinə malikdir. Və üstəlik də qoca Avropa, köhnə Avropa ümumiyyətlə yeniden Rusya ile savaşa girmək fikrində deyil. Rusya bunu bilir ve ona göre de herkese olduğu gibi korku ihraç edir. Bakın Rusya'nın devlet kanallarına bakın, danışan dillerine bakın. Ancak korku saçırlar. İstəyirlər ki, Gürcüler de, Azerbaycanlılar da, Ermeniler de, Ukraynalılar da, herkes, Kazaklar da, Özbekler de bunlardan korksun. Britanyalıları hədəliyirlər, Almanları hədəliyirlər, Fransızları hədəliyirlər. Birincisi nüvə silahının işledilmesi ihtimali sıfırdır. Ona göre ki, söyleyeyim, bugün Putin Çin'in okeyi olmadan hiçbir nüvə silahından filandan istifade edebilmez. Birincisi Rusya'nın özü için o dəhşətli nəticə verir. İkincisi Xi Jinping gösteriş vermese, Putin bugün Çin'in Moskova'da oturmuş gubernatörü sayılmalıdır. Özünden imparator düzeltmek isteyen, yeni Avrasya ittifakı yaratmak isteyen, yeni Rus Bolşevik kolxozu kurmak isteyen Putin indi deyir ki 11 il müddətində alabilmədiyi Donetsk'in 6000 kvadrat kilometrini verin, mən geri çəkilim. Yani bu gülüş doğuran bir yanaşmadır. Sen istəyirsən ki Kırm'ı, Donetsk'i ve Lugansk'ın senin ərazin kimi tanısınlar. Bunu Ukrayna tanıyacak mı? Avrupa tanıyacak mı? Bugün resmen beyan elədilər ki bilirsiniz Avrupa ile Ukrayna yeni bir plan hazırlayırlar. 12 maddeden ibaret bir sövdələşmə hazırlayırlar ki bu şərtlər daxilində
Rusiya ilə ateşkəs rejiminə gedə bilərlər. Amma nə Avropa, nə Ukrayna Rusiya ərazi mükafatı vermək fikrində deyirlər. Yəni bu istisna edin bunu. Yəni şərtlər bugün Ukrayna ilə Rusiyanın bir araya gəlməsinə mane olur. Yeganə Birləşmiş Ştatların prezidentini təklif etdiyi ki, cəbhə xətti boyunca kim ordu hardadırsa orada dayansın, ateşkəsə nail olunsun, onu da Rusiya istəmir. Rusiya istəyir ki, ateşkəsi satsın. Ateşkəsi geosiyasi qumar predmeti kimi qərbə sata bilsin. Desin ki, mən ateşi dayandırıram. Mən baxın, burada Areşniklər, orada nə bilim, nüvə başlığı filan təlimlər keçirdim. Bütün bunlar hamısı şantajdır və bunu qərb çox gözəl anlayır. Herkes bilir ki Rusya bugün Çin'in cibinin içindedir. Ve Çin eğer geri çekilse Putin'in vəziyyəti indikinden 10 dəfə daha fena olacaktır. Ona göre de Putin istiyor ki Ukrayna ve kolektif Qərb deyir ki hiçbir şart ileri sürmeden ateşi dayandıraq, başlayaq danışıqlara. Ama ateşi dayandırmaq Rusya üçün məhsuldur. Bir mövzudur ki onu satmağa çalışır. Ne kadar bağlı satsa, ne kadar çok güzəşt qopardı ateşkəs rejiminə indi gedərəm desə, yoksa yettiniz məni tutun dünyanı dağıdacağım. Bu elbette Avropa dövlətlərinə göndərilən dronlar, edilən təzyiqlər, psixoloji müharibənin aparılması, bütün bunlar hamısı Rusiyanın düşdüyü vəziyyətin rəzilliyin göstərir. Qələbə çalmış dövlət uşaq bağçasını bombalamaz. Bəli. Qələbə çalmış dövlət yaşayış binalarını vurmaz. Vağzalları vurmaz. Dinc əhalini qətlə yetirməz. Müharibənin öz qaydaları var, qanunlar. Azərbaycan müharibəni necə apardı? Bir nəfərin Nədən biz mülki əhalini hədəf almalıydıq? Əgər Azərbaycan ordusu 44 gün içərisində ildırım sürəti ilə irəliləyirdisə, əgər sən Rusiya olaraq uşaq bağçasını vurursansa, qadını, qocanı, uşağı öldürürsənsə, deməkdir ki, sənin düşdüyün vəziyyət rəzalətdir. Başqa bir şey deyil. Rusiya qələbə çalsaydı, əlbəttə ki, başqa cür hərəkət edəcəkdi. Amma qələbə çala bilmir. Ona görə əhalinin gözünü qorxutmaq istəyir. Ukrayna belə təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq o müharibə qanunlarına riayət edir. Əlbəttə. Strateji obyektləri Əlbəttə, çox doğrudur. Hədəf Çox alır. doğrudur və o Ukraynaya çox böyük hörmət gətirir. Bəli. Çünki dinc əhalini qırmaq, milyonlarla dollar bir raketin hazırlanmasına pul xərcləyir, sonra da uşaq bağçasını vurur. Sonra doğum evini vurur. Sonra yaşayış məntəqəsini vurur, ticarət mərkəzini vurur, hərəsinə də bir don geyindirir. Və indi də aydın olur ki, sən Budapeştə səni artıq ki, Budapeştə yol axtarırdılar ki, bu necə gedəcək Budapeştə, Türkiyədən, Bolqariyadan filandan. Və bu da düşdüyü rəzil vəziyyətin nişanəsidir ki, sən Rusiya nəhayəlikdə bir dövlətin başçısı Avropa dövlətinə səfər edə bilmirsən. Çünki sənin Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order var sənin həbsin barədə. Və sözümün yekununda onu söyleyeyim ki, Ukraynanın durumu Rusiyanın durumundan çox fərqlidir. Baxmayaraq ki, Rusiya istəyir ki, Amerikaya ispat etsin ki, biz üstünlük Ukraynanı, əgər biz Ukrayna bizim şərtlərimizi qəbul etməsə, daha çox hissələrini işğal edəcək. Bütün bunlar hamısı dezinformasiyadır. Bütün bunlar çaşdırıcı addımlardır. Fikir yayındırmaq üçündür, vaxt uzatmaq üçündür. Rusiya güc tətbiq edilmədən bu müharibəni dayandırmayacaqdır. Təşəkkür edirəm Mehman bəy. Çox Mən sağ olun. təşəkkür edirəm. Çox sağ olun. Tamaşaçılar, yaxın bir saat ərzində hörmətli politoloqumuz Mehman İsmailoğlu ölkə və dünya gündəmini müzakirə etməyə çalışdıq. Növbəti canlı yayımız saat 19:00-da olacaq. Bizi izləməyə davam edin. Hələlik salamat qalın.